Qəbələ komandası 38 xalla 8-ci olan Şamaxını qəbul etməyə hazırlaşır. 4 hesabı ilə məğlub olmuşdu, amma ilk dövrədə bu start verilir. Oyuna Şamaxı komandası başladı. İlk oyununu keçirir. Balua küncdən zərbəni yerinə yetirdi. Başla zərbə və gol! Hücumu devam edir. Kerim Rossi. Kerim Rossi. Əla hərəkət. Kerim Rossi və gol! Mükəmməl gol vurur Kerim Rossi. 1-1. Bundan sonraki standart vəziyyətlərdə top çıxmayıb. Adriel Balua, Qəbələnin hücumu. Baluadan ötürmə mərkəzə. Masumu, zərbə və gol! Domi Masumu daha bir gol vurur. 9-cu golunu vurur. Amma reglamentə əsasən əsas göstərici qələbə sayıdır. Bu arada Qəbələ 3-cü golu vurur. Nicat Əliyev 3-1. Zədəsi hələ də tam rahat oynamaqda deyəsən imkan verməsə də, amma Nicat Əliyev bu görüşdə komandasının üstünlüyünü bir qədər də artırır.